yerli şəraitə uyğunlaşmaq son dərəcə ağrılı oldu. Mənim xanımım İsveçrəyə nifrət eləyirdi. Elə mənim özümün də İsveçrəyə böyük bir məhəbbətim yox idi o vaxtda. Amma müəyyən müddət keçdi. Məsələn, mən indi gəlmişəm, 5-6 gündür buradayam. Tutaq ki, mən İsveçrə üçün darıxıram. Yəni, biz o qədər bağlandıq İsveçrəyə. Mənim xanımım deyir ki, yəni İsveçrə olmasa biz ölərik də. Yəni, o qədər o İsveçrəni sevir indi. Uşaqlar da həmçinin. Uşaqlar üçün adaptasiya olunmaq çox asandır. Məsələn, mənim qızım oraya gedəndə 10 yaşı vardı. 6 ay sonra Almancanı onlardan yaxşı danışırdı. Yəni, uşaqlar sürətlə öyrənir dili. Allah elə yaradı və yəni, yaşlı adam dili öyrənmək çətin, amma uşaqlar üçün asandır. Yəni, o İsveçrədə elə bir ölkədir ki, dünyanın harasından gəlirsənsə gəl, hansı mədəniyyətin təmsilçisi olursansa ol, hansı dindən olursansa ol, fərqi yoxdur. Ora gələn adam çox qısa bir müddətdən sonra deməli, yerli reallıqlara inteqrasiya olunur.